Bizə ingilis gəlir, ingiliscə danışırıq. Biz İngiltərəyə gedirik, yenə ingiliscə danışırıq. Bizə rus gəlir, biz ruscə danışırıq. Biz Rusiyaya gedirik, yenə ruscə danışırıq. Mənim dilimə hörmət eləsin bir zəhmət. Orada verilişləri teatrdan danışırdılar və bunu bu günə qoyan səbəb kimi ilmədiyini göstərdilər. Mən teatrda işləmirəm. Bir donlum qaldım, baxdım, bu nə sualdır. Düz 3 ay cavabı fikirləşdim. Bu zaman sizə nə qazandırdı dost tərəfdən? Yəni həm həmkar, həm dost. Mən stand-up eləmək də ümumiyyətlə istəmirəm. Stand-up'a daha yaxın bizdə Azərbaycanda Fərdadır. Ən yaxşı stand-upçı elə odur. Allah nəsib eləsin, mən öz kəndimizə də qayıda bilim. Təsad kəndinə köçsəm mahalına. İnşallah Allah günlər nəsib eləsin. Qərb Azərbaycandanam. Salam Səhnə Damı verilişinin özəl izləyiciləri. Qonağımızı təqdim etmədən öncə onu da qeyd etmək istəyərdim ki, səhnə hər kəsə vaxt ayırır. Müəyyən zaman ərzində hər kəs fərqli performans göstərir və milyonların marağına çevrilməyə çalışır. Lakin hər kəsdə bu uğurlu alınmır. O isə bunu bacardı. Ən əsası ona gülüş çox yaraşır. Bəli, Səhnə Damının bugünkü qonağı Elməddin Cəfərovdur. Xoş gördük. Xoş gördük. Necəsiniz? Çox sağ olun, siz necəsiniz? Yaxşı olasınız. Verilişdən çox xoşuma gəldi, açıq edeyim. Çox qəşəngdir. Yaxşı olasınız. Xoş sözləriniz üçün minnətdarım. Təklifimizi də qəbul edib gəldiyinizə görə biz sizə öncədən minnətdarlıq edirik. Bilirik ki, zamanınız azdır və bu zaman ərzində çalışacağıq ki, sizə maraqlı suallar verək. Çünki tamaşaçılar Elməddin Cəfərovu gözləyir, amma son zamanlar Elməddin Cəfərov demək olar ki, səhnələrdə görünmür. Belə aktiv çəkilişlərim çox oldu. Bir 20 il belə deyim. Təsəvvür olsun, seriallar olsun, verilişlər olsun. Sonra bir yerdən sonra prodüser kimi arxada elə bir çalışmağa başladım. Bəli. Layihələrimiz gedir, qız atası var, yoldaşım var. Qaraqora işlərdə həm çəkilirəm, həm də çalışıram. Əslində çalışıram deməyim, çəkilirəm, amma yəni əlimdən gələni eləməyə çalışıram ki, proyekt uğurlu olsun. Belə, amma filmlərdən biraz qıraqdayam, biraz səyilmişəm. Bir neçə səhvləri var. Amma belə razıyam mən işimlə. Sualımı siz mənim qabaqladınız. Belə demək istəyərdim. Elməddin Cəfərovun yaradıcılığının neçənci ili tamam olur? 20 yaşdan başlayın. 24-25 ildir. Professional səhnədə 25 ildir. Və belə bir sualla da müraciət etmək istəyirəm, amma tam səmimi cavab verin. Sizin PR meneceriniz kimdir? Özünüzsüz mü? Yox, heç vaxt olmayıb da. Yəni ümumiyyətlə o cür yanaşmamışam hadisələrə. Məsələn, amma reklamınız çox yaxşı gedir. Onu deyirəm. Mən işimi görmüşəm sadəcə. Yox, işiniz möhtəşəmdir. Göz önündədir. Çünki verdiyim bir vəd var. İstər televiziya olsun, televiziyanın rəhbərliyi olsun, istər işlədiyimiz həm heyət olsun, komanda olsun. O işləri görməli və vaxtında da görməyə çalışırıq. Bu qıraqdan reklam kimi görsənə bilər. Mənim üçün amma işə ciddi yanaşmaqdır. Yox, səhv anlamayın. Yox, normal baxın. Reklam o deməkdir ki, siz gündəmdən düşmürsünüz. Komediya qrup şirkətini yaradandan sonra çoxlu layihələr, seriallar elədik. Düz qıraqdan film təklifləri çox oldu. Bir ərəfə çox çəkildim filmlərə. Bu bəlkə də mənim çox gündəmdə saxladı. Bəli, uğurlu alındı. Bütün obrazlarınız, yaratdığımız obrazlar və nəsil davam edir və fərqli insanlar dünyaya göz açır ki, onlar seçilirlər həqiqətən də. Birbaşa sənətkar doğulurlar deyim. Allah onlara fərqli istedad verir və sima bəxş edir. Əsgər Məmmədoğlu, Arif Quliyev, Qorxmaz Əlinli deyərdik. Sonra isə Elməddin Cəfərov. Yəni bahalı gülüşünüz var, belə deyək. Allah razı olsun, minnətdaram. Bilmirəm, vallahi o qədər xoş. Yəni siz təsəvvür edin ki, neçə min insanın qarşısına çıxa bilərsiniz tamaşaçının. Bir gülüşünüz zalı güldürə bilər. Yəni bu nəyə borclusunuz? O cür çox olub. Bunu sadəcə olaraq Allahın verdiyi istedada borcluyam. Açdığı qapılara borcluyam. Çünki 25 ildir professional səhnədə saydığınız insanlarla bərabər çalışmışam. Yaşar Nuriyevlə, Fərəniz xanımla, Fatma xanımla, sonra Siyavuş Aslanla bərabər çəkilişlərim olub. Onlarla bir səhnədə olmaq o böyük sənətkarlarına çoxdur, saymaqla bitməz. Əslində həm də öyrənirdim. Davamlı onlarla çəkilmək, həm onlardan öyrənirdim, həm ümumiyyətlə situasiyaya baxırdım, aktyorun önəmli və bir çox şeyləri Allah nəsib elədi ki, asanlıqla mənə çatdı və asanlıqla öyrənə bildim.
öz olaraq Allaha borcluyam, başqa heç kimə. Sadə. Amma həyatımda toxunuşları olan insan olubdur. Misal Təksəbir layihəsinin rəhbəri Həsən, Allah ondan razı olsun, o layihəni eləməkdə, sonra bir çox insanlar səbəb Burada edilər. belə bir haşiyə çıxartmaq istəyirəm. Yenə səmimiyyətinizlə müraciət edəcəm. Belə bilirəm ki, səmimisiniz. Hər kəs Elməttin Cəfərovu tanıyır, səhnələrdən tanıyır. Amma keçmişə qayıtsam, yəqin ki, sizin üçün problem olmaz. Elməttin Cəfərov səhnəyə necə gəldi? Deməli, Yəni təkən oldu da Elməttin Cəfərov. Təksəbirdən əvvəl KVN yarışmaları vardı universitetlər arasında. Mən orada iştirak edirdim və tələbə klubu adlı veriliş vardı AzTV-də. Orada arada çıxışlarım olurdu. 98-97-ci illərdə. 1900 qocalmışıq. Orada çıxışlarım olurdu. Sonra 2001-ci ildə KVN yarışmasında Azərbaycan çempion oldum və ilin aktyoru seçildim. Ondan sonra Neçənci də seçildiniz ilin aktyoru? 2001. 2001. Həsən dəvət elədi məni Təksəbir verilişinə. Ondan sonra daha çox efirdə oldum və daha çox yadda qaldım. Amma 98-ci ildə tələbə klubunda çıxışım falan çox adam bilmirdi də. Yəni baxmışdı, baxmamışdı. Amma gündəlik efirdə olmaq artıq daha çox şöhrət gətirdi. Yolumun açılmağında çox böyük təsir oldu. Aktyorluqdan birbaşa keçid etdiniz rejissorluğa. Prodüserluğa. Əslində tam rejissorluq eləmədim. Aktyorluq və senaristi idi məndə. Sonra prodüser kimi, layihə rəhbəri kimi, sonra da şirkəti qurandan sonra komediya qrup şirkətini quranda və şirkətin rəhbəri oldum. Rəhbər oldum deməyim, əstəğfirullah. Yəni təsis oldum və idarəçisi oldum belə deyim. Və ondan sonra daha çox seriallar çəkməyə başladıq və Gözdən qorxmursunuz? Bədnəzərdən belə deyək. O cür şeylərə qorxmuram. Təbii ki, indi tam Yox, sual verəcəm, Elməttin bəy. Quruyubdur, rahatlaşın. O zaman belə deyək, filmlərin siyahısını alaq. Siz özünüzdən eşidək. Hansı filmlərdə oynadınız, hansı filmlərin ssenarisini yazdınız? Filmlər 25-30 arası filmə çəkildim. Ən xoşuma gələnlər olubdu. Xoxan filmi yaxşı idi. Çox uğurlu oldu. Naxox filmi, Qaragöz filmi çox xoşuma gəldi. Ən sevdiyim film əslində oydu. Sonra Qız Qalası, Bir Qalan Sirri filmi, İlham Qasımovun filmi. Sonra Və bir serialın adını çəkin, uğurlu serialınız. Qış Nağılı, Çat Qapı Aşk, çoxdur, filmlər çoxdur yəni. Xoşuma gələnlər çoxdur, xoşuma gəlməyənlər daha çoxdur bəlkə də. Serial ən uğurlu, belə deyim də, uzun ömürlü seriallardan biri idi. İndi o Qız Atası keçib onu. Zamanında Bacaraqlar serialı. Sona kimi baxmışam. Hə, zamanında əslində çox uğurlu idi. Tənqidlər də çox olurdu. Texniki tərəfdən çatışmamazlığımız çox idi. İstər kamera, işıq, mikrofon, bu sıxıntılarımız çox idi. Texniki çatışmamazlığımız çox idi. Maliyyə sıxıntımız olsa da çox həvəsliydik və biz o işi gördük. 10 il çəkdik və sonradan biləndə ki, buna ölkə kənarında da, xarici ölkədə baxan və xarici vətəndaşlar baxdığını biləndə Türkiyədə, Qazaxstanda falan gec idi, artıq qərar vermişdim, bağlayıram. Əslində, amma çox da fəxirləndim ki, yəni Türkiyədəki türklərin baxdığı bir serialı və yaxud başqa ölkədə başqa Ukraynalılar baxırdı. Amma necə başa düşürlər, başa düşmürəm, ona baxırdılar. Amma elə başa düşməyə baxmaz, ən çox xarici ölkələrə səfər edən də sizsiniz. Orada belə deyim, bəlkə də üz cizgiləri, emosiya ilə situasiyanı çatdıra bilmək. Və qardaş ölkədə sizi çox sevirlər. Son zamanlar orada bəli film çəkilmişəm də təhlif də olubdu. Türkiyədə? Əslində o zamanda bir çox verilişlərdə sonra bizdə Fox TV görsən yayımlanmırdı o zaman Kanal D yayımlanmırdı. Oradakı verilişlərdən çox adam baxa bilməmişdi. TV8 amma baxılırdı bizdə. Ona görə oradakı qonaq olduğum falan Behman çox adam baxmışdı. Belə də yəni orada işləmək də bir arzum heç vaxt olmayıbdı. Amma işlədiniz, fəaliyyət göstərdiniz. Hə, qısa müddətli işlədim. Çünki qala bilməzdim, çox darıxırdım. Həm Bakı üçün, bilmirəm, mən hər şey bura bağlayır məni.
bir həftədən 10 gündən sonra darıxma gəlir. Düşün 2 ay qalanda necə oluram. Ürəyim sıxılırdı, iynə batırdı, elə darıxırdım. Gəldim bura da bir isti idi. Ay Allah, mən gələn gün 40 dərəcə isti var idi. Dedim, vətən məni isti qarşıladı, amma belə isti də yoxdur. O sevgi idi bəli. Yox, kəndindən artıq isti idi, yanırdım. Bura çox bağlıyam və ona görə heç vaxt istəmirəm qıraqda uzun müddət işləyim. Gedib gəlmək olar, amma uzun müddətdə heç vaxt. Mən sizin Türkiyədəki verilişlərinizə siz gəlmədən öncə bir xatırlatma etmək istədim. Özümə baxdım, sizə alındı. Yəni səhnəyə çıxdınız Cem Yılmazla bərabər. Yox, belə deyim, orada belə bir şey var. Ümumiyyətlə xarici ölkədə olanda və yaxud qardaş ölkə canımızdır. Orada sıxıla bilirsən də onların yanında. Bəzən çəkinirlər, bizə görə qonaqlar daha şirin görsənməyə çalışırlar ki, onlar xoş olsun. Mən zaten ondan əvvəl hər şey yox demişdim, qalmaq istəmirəm. Və onlara rahat yedim danışanda. Çox heç xoşlarına gəlməyə çalışmırdım. Mən necəyəm, eləyəm. Yenə də özünüz idiniz orada. Özüm idim, rahat, səmimi və çox bəyəndim. Onlar da o qədər səmimi insanlardır, mən deyim kadr arxası. O qədər istiqamlı insanlardır, ən azından mənə və bizə qarşı. Bunun da verdiyi bir rahatlıq var idi və bəlkə sən səmimi olanda onlar səmimi olur. Bəlkə sənin verdiyin enerjidir. Bəlkə sən yekixana davransan, onlar da yekixana davrana bilər. Bilmirəm ki. Bu böyük uğurdur Elməttin bəy. Biraz sadəlikdən qalxaq yuxarı məncə ulduz kimi danışaq. Yəni siz orada tamaşaçıları belə deyək, izləyiciləri canlı efirlər idi. Yəni siz onların izləyicinin nə xoşuma gəldi, pavilyonda. Allah nəsib eləsin bizə də. İki aparıcıdır da, yaxşı aparıcı və qonaqdır. Pavilyonda 1000-ə yaxın 800 nəfər izləyici var. Bizdə konsert o qədər olmur verilişdə. İnsan pozitiv enerji var. O 1 saat yarım sənətər keçir, o 1 saat, 2 saat veriliş. O qədər gözəl, rahat keçir. Sən elə bir konsertdəsən, o qədər rahat hiss edirsən. Bizdə boş pavilyonda veriliş aparırıq. Divara danışsan da, yəni üzrürsəm, kameralar çəksə də belə boş divarlardır. Amma oradan enerji gələndə onların sənə verdiyi pozitiv enerji. Bəlkə də sim enerjiniz idi, orada ötürmə var idi. Yox, onların özlərində sistem oturdu, televiziyon sistemi, verilişlərdə qonaqlar, tamaşaçısı çox olur. O tamaşaçının verdiyi bir aura var, enerji var. İnşallah bizə də o cür inkişaf eləyər, televiziya sahəsi çox mükəmməldir. Var, bizdə də bəzi kanallarda müəyyən qədər inkişaf var, amma o səviyyə hələ çatmamışıq. Neçə dil bilirsiniz Elməttin bəy? Mən belə deyim, əslində bilirəm müəyyən qədər ingilis dilini, müəyyən qədər rus dilini falan bilmirəm, amma hara getsəm Azərbaycan dilində danışıram. Ona demək istəyirdim, toxunmaq istəyirdim. Bax, bunu çox qəribə yer. Biz gəlirik, bizə ingilis gəlir, ingilisində danışırıq. Biz İngiltərəyə gedirik, yenə ingilisində danışırıq. Bizə rus gəlir, biz rusunda danışırıq. Biz Rusiyaya gedirik, yenə rusunda danışırıq. Mən bunu Dubayda zadda olanda çözdüm. Azərbaycanla danışdım. Ərəblə, ingilisdən zadla. Başa düşdülər. Allah haqqı. Amma başa düşmüşəm, bizdə kompleks var. Bəlkə sizdə jest dili, mimika dili. Mənim üçün fərqi yoxdur. Mən deyirəm ki, mən bundan istəyirəm. Bu neçədir? O deyir ki, misal üçün, nəsə deyir, eləyir də, kalkulatora zadlayır, deyirəm, istəmirəm. Ucuz versən, yox. Allah mənə dil tapır. Başqa variantları gətirir. Başa düşdüm ki, mən alıcıyamsa, o satsızsa, mənə satmaq üçün hər şey eləyə bilər. Mənim dilimə başa düşə bilər. O bura gəlib... Siz tələb eləyirsiniz. Abi, mənim dilimə hörmət eləsin, bir zəhmət. O bura gəlibsə, çoxluğun dilinə tabi olmalıdır. Misal üçün, gəlib də 10 milyonluq ölkə, o təkdir. Azərbaycan dilində nəsə öyrənsin, zəhmət çətin girsin, Google-a bir şey tərcümə eləsin. Bu qədər, yəni dilimizə çox böyük sevgim var, sayğım var. Mənim dilimizi çox sevirəm. Ümumiyyətlə, xalqımız, millətimizi çox sevirəm. Onu bilirəm ki, siz vətənpərvərsiniz, xalqı çox sevirsiniz, ölkənizi çox sevirsiniz, ona görə toxunmaq istədim. Allah nəsib eləsin, mən öz kəndimizə də qayıda bilim, təsad kəndinə köçsəm mahalına. Az qalır. İnşallah Allah şunları nəsib eləsin, Qərb Azərbaycandanım. İnşallah ki, evimizi görmək çox arzumdur. Allah nəsib eləsin. Keçib orada yaşayacaqsınız. Niyə olmasın? Bilirəm ki, Elməttin bəyin konfliktləri yoxdur. Kimlənsə gündəmə adı gəlməyib, qalmaqal falan. Yəni eşitməmişik də. Mən özüm belə deyək də, incəsənət bir tərəfim o tərəfdə, özüm də incəsənət sahəsindəyəm deyənə. Yəni hər kəsin yaradıcılığını izləyirəm. Amma sizdə konfliktdə adı hallama yoxdur, amma sizin adınızı çəkənlər çoxdur. Xarakterimdə konflikt yoxdur, sevmirəm işlə. İşlə bağlı ümumiyyətlə yoxdur. Qısqananlar çoxdur mu sizin?
tənqidlər çox olub. Bəzən siz dediyiniz kimi müsəlman aidiyyatı olmayan yerdə adım çəkilibdir. Bəzən olurdu, verilişləri teatrdan danışırdılar və bunu bu günə qoyan səbəb kimi ilmədini göstərdilər. Mən teatrda heç vaxt işləmişəm ki, 95-96-cı illərdə o uşaq vaxtında, 97-ci ildə birinci kursda oxuyanda heç Gəncə Dövlət Dram Teatrında müəyyən qədər kiçik bir vaxt işləmişəm. Problem 2015-ci ilin problemini ilmədinə bağlıyla. Mən doğulurdum ki, mən teatrda işləmirəm. O adım bilir, prosto deyir ki, elə bunun adından deyim. Teatrla bağlı, elə sahələrlə bağlı mənim adımı çəkirdilər. Donub qalırdım ki, oradan mən belə önəmli adamım. Mən orada olmadım, harda. O mənə. Kanadada problem olubdu. Yəqin elmədin elib. Mən bu qardanlarım, işlərimizin problemini həll edə bilməm. Bəlkə sizin adınızın üzərindən reklama çalışırmışlar gündəmə. Bilmirəm, nə baş verir, bilmirəm. Arada elə şeylər olur, amma heç vaxt cavab vermirəm. Deyirəm, bəlkə başqa elmədindən danışırlar. Ciddi deyirəm, bəzən çatmış, nə baş verir və biləndə ki, 100% məndən danışdılar, o zaman da cavab vermirəm. Çünki danışıb da indi bəlkə də fikirli olub, başqa şey adam demək istəyir, ürəyə gəlməyib, risk elib, o adamın adını çəkənməyib, deyə belə elmədinin adını çəkim. Problem... Özümüzünküdür, yəqin ki, belə düşünürəm, deyirəm, tamam da, mən nə deyim, axsaqqaldı, deyil də, mən bir şey deyəm. Bəs bugün səhnə adamlarla, belə deyək, sizlə paralel eyni dövrlərdə gəlmişsiniz. Düzdür, incəsənətdə dostluq yoxdur, niyə görə? Çünki hansı layihədə kimlənsənsə, həmin müddət yemək, içmək, getmək, gəlmək, hər şey paralelləşir, bərabərləşir. Həmin dövrdə bir bağlılıq yaranır. Amma bu sahə bir sahədir ki, hər kəs müəyyən müddətdən sonra ayrılır və öz uğurlarının arxasınca gedir. Kimi arxada qalır, kimi öndə gedir. Belə deyək, bu zaman sizə nə qazandırdı dost tərəfdən? Yəni həm həmkar, həm dost. Ad çəkə bilərsiniz. Təbii ki. Çox insanları qazandırdı. Demək olar, etkim heç vaxt olmayıbdı. Yəni, çünki mən heç vaxt dost itirməmişəm. Çünki əsl dost itmir, itənlərsə dost deyildi. Həmkarlar olub, mənlə işləyib, sonra mənlə işləməyib, önəmli deyil. Kadr arxası insanlardan sadalaya bilərəm, misal Kənan, Piriyev, Elçin, Rəşad, sonra Orxan Mərdan, çox insanlar dost kimi qazandırdı. Məşhurlardan Elməttin bəy. Məşhurlardan çox belə dostluq eləmirəm. Ulduzlardan deyək. Ulduzlardan birinin adını söylərim. Bax, səhnə adamı verilişidir. Mən sadəyim, ən çox dinlədiyim kişi müğənnisi Elçin Cəfərovdur və çox istəyirəm. Bir dostluğumuz, yoldaşlığımız, ünsiyyətimiz də var. Söhbət səhnədən, işdən danışmaq yox. Fəlsəfə üzərindən, özümüz üzərindən danışa bilirəm, ünsiyyət qura bilirəm, qardaş bildiyim adamdır, familiyamız eynidir. Çox adamlar var, bilmirəm onların adını niyə çəkim ki, çünki siz qısqananlar çəkərsiniz. Yanlışdır o. İstəmirəm. Birinin adını çəkməyəm. Bir dənə Elçin deyirəm. Ona görə də Elməttin bəy deyir ki, səhnə, belə deyək də, dostlarım çoxdur, amma adlarını çəkmək istəmirəm. Çox qabağa gedərsiniz. Adınızı sayarım, qabağa gedərsiniz. Bu bir mesajlaydı. Belə də, yəni, dostlar da var, istəyənlər də var, istəməyənlər də düşünürəm ki, var. Bu işini boş verim, sadəcə sonra işimə odaqlanmışam, işimi görməyə çalışıram. Səhnədə bu gün ən çox ünsiyyətim olan insan Müşfiqdir. Müşfiqlə Qara Qureyşlər serialında bərabər çalışırıq. Yoldaşlığımız, dostluğumuz var. Bir aktyor kimi də çox sevirəm, çox bəyənirəm. Müşfiq bəy də harada baxırsınız, hər kəsin yanındadır. Yəni, amma setdə mənim yanımdadır. Ona görə çox istəyirəm, salamlayıram. Cem Yılmaz'a qayıtmaq istəyirəm. Siz Türkiyədə oldunuz. Cem Yılmazla görüşümüz belə deyim. Hər kəs düşündü ki, siz bir layihədə olacaqsınız. Mən istəmirəm, elə bir şeylər istəmirəm. Mən stand-up eləmək də ümumiyyətlə istəmirəm. Stand-up'a daha yaxın, bizdə Azərbaycanda Fərdadır. Ən yaxşı stand-upçı elə odur Azərbaycanda və ona daha yaxındır stand-up. Mən isə stand-upda olmuşam təbii ki. Bir 3 il, 5 il stand-up təksəbrin vaxtında olub professional. Amma sonra istəmədim. Fərdi işləmək istəmirəm, komanda işini sevirəm. Serial, kino, burada bir 20-30 nəfər evinə çörək aparanda, o məni daha mutlu edir. 20-30 nəfər sevdiyi işlə məşğul olanda.
onların yanında olmağa bacaranda bu məni çox mutlu edir. Bir də fərdi özüm. Aha mən gəldim burada çıxış elədim, 5 manat pul qazandım, getdim özüm. Ay bu pis deyil, əstəğfurullah, kimsə edirsə buna pis baxmıram, amma elmədim burada tamamlanmır. O yüzden stand-up'a elə də meyilli deyiləm. Kino, serial, bu şeylər çox sevirəm. Çox əziyyətlidirmi? Hə, çox əziyyətlidir. Çünki sən stand-up'da çıxıb 2 saat əziyyət çəkirsənsə, filmdə 2 ay əziyyət çəksən. Serialda 2 gün 35-40 saat əziyyət çəksən. 2 saat əvəzinə 40 saat əziyyət çəksən, amma tam da əziyyət kimi baxmaq lazım deyil. Adam işini sevəndə o əziyyət kimi gəlmir. Bəzən çox tükəndiyin, yorulduğun məqam olur, amma bəzən çox enerjili olursan. Sizdə stand-up çox uğurlu alınırdı. Və tamaşaçılar, mən deyəndə ki, belə deyək, televiziya sahəsində çalışıram uzun illərdir. Elmətdin qonağım olacaq. Hər kəsin bir ünvanlayacağı sual oldu ki, Elmətdin bəydən bunu soruş mütləq şəkildə. Elmətdin bəy niyə stand-upla tamaşaçı qarşısına çıxmaq istəmir, amma adlar çəkdiniz, amma deyək ki, sizdə də çox uğurlu alınır. Yəni Cem Yılmaz Azərbaycanın... Tam sən bileyim. Vallahi elə özümə güvən deməyim, Allahın verdiyi bir qabiliyyət. Başlasam deyəndən partladacaqsınız. İnanıram ki, çox uğurlu bir şeylər eləyə bilərəm. Əminəm buna. Bu enerjini hiss edirəm həm özümdə. Ümumiyyətlə. Amma heç istəmirəm. İnşallah ki, heç onu istəmirəm. O istək olmaz məndə. Elə də bir uğurludur, uğurludur. Fərdi uğuru çox sevmirəm. Komanda uğurunu sevirəm. Və bunu artıq bu cür xarakterim formalaşıbdır. Yaşım artdıqca daha çox öz ətrafıma daha çox bağlanıram. Fərdi uğur yox. Yaşın yaradıcılığa bir təsiri varmı? Hə, təbii ki, baxışların dəyişir. Artıq hər rol oynaya bilmirsən. Artıq yanaşmaların biraz fərqli olur. Obrazlara oynadığın qəhrəmanları daha dolğun çatdırmaya çalışırsan, hadisənin üzündən yox, dərinliyindən analiz edib obrazları. Əvvəl, misal üçün, ssenaridə nə varsa onu oynayırdım. İndi verilən obrazın xarakterini özümdə canlandıram, hiss edirəm. O nə istəyə bilər, nə istəyə bilməz. Bunların hamısını, təbii yaşım verdiyi praktika var, mütləqdir bu. Ben yaşınızı bilirəm deməyəcəm təbii ki. Denən, 44 yaşım var. Amma ki, ruh haliniz, yəni necə Elmətdin Cəfərov universiteti bitirib səhnəyə gəlib, odur, yəni heç bir dəyişməmişsiniz. Allah razı olsun. Siz də çox gözəlsiniz. Təşəkkür edirəm. Təşəkkür edirəm kadr arxası çalışan hər kəsə. Elmətdin bəy 24-25 ildir ki, bu səhnədədir və hansı sualın ona verilməsini hələ də gözləyir? Yəni özü aparıcı olsa, qarşısında özü dayansa, o sualı ilk olaraq özünə verir. Tamam, mən deyim bunu, çox geniş danışmayacağam. Şəxsi də ona görə çox geniş danışmayacağam. Həyatımda eşitdiyim, ən dediyim sual, gözləməyədiyim sual, oğlum tərəfindən verilib bir il bundan əvvəl. Biz atabala evdəydik. Mən çay içirdim, o da mətbəxdə oturmaya baxırdı. Bir də dedi ki, Atabəs, bu illər sənə nə öyrətdi yox, sual əslində tam da nə öyrətdi deyildi. Verdiyi ən böyük dərs nə oldu? Bu illər, bu işlərin, anadan olub buraları gəlməyin, həyatın bu tərəfi, səhnə falan, birman, hər şeylə 43 yaş, 43 il sənə öyrətdiyi ən böyük şey nə oldu həyatda? Bir dondum, qaldım, baxdım, bu nə sualdır. Verəcək cavab çoxdur. Falan şey verdi, amma bir dənə əndib. Düz 3 ay cavabı fikirləşdim. 3 ay. Mən dedim, oğul, vaxt belə çox ucuz cavab vermək istəmirəm. Çox dəyərli suala ucuz cavab vermək istəmirəm. 3 ay və 4 ay sonra həyatımda bir şeylər oldu. Baxdım ki, o şey illərdən gələn bir şeydir. Nə dedim, bunu öyrəndim. O haqda istəmirəm danışam. Eşitdiyim ən sualı olubdur. Yəni onun da sizə verilməsini gözləmişsiniz və zaten gözləməmişim. Yox, heç ağlıma gəlmir elə sual ola bilər. Və gözləmədiyim anda gözləmədiyim insanlar oldu. Bəlkə də onun verilişi də ola bilərdi, bəlkə filan da ola bilərdi. Bəlkə o qədər təsirli olmazdı. Öz oğlum deyəndə daha təsirli oldu və o qədər gözəl çatdırdı sualı, mənə fikrini çatdırdı ki, eşitdiyim sualı olubdu. Bağlı olduğunuz əşya,
onsuz Elmətdin özünü təsəvvür etmir. Bu, yəni əşya da ola bilər, hər hansı bir asıllıq da ola bilər ki, Telefon, mobil telefon çox bağlanmışam. Belə bir şey deyim. Orada onlayn kitablar da dinləyirəm. Bəzən hansısa oyunu da oynayıram. Belə çox elə sosial meyilli insan deyiləm, tam sənin. yəni evdə qalsa qaydarsınız. Yo, mütləq qaydaram. İşimi də onun üzərindən aparıram axı. O yüzden mobil telefon deyə bilərəm. Son sualım, siz belə deyək, uğurlusunuz yoxsa fərasətli? Mən Yəni bu boyda sənət yolu keçmisiniz, çox məşhurlaşmısınız. deyim, bütün uğurumun arxasında Allah dayanır. Mənə o uğuru Rəbbim verir və şükür ki, mən fərasətli yaradım. Hər ikisi. Hər ikisi, amma özümə bağlı deyil hər ikisi, Allahdan. Təşəkkür edirəm dəvətiniz üçün, Biz də minnətdaram. sizə təşəkkür edirik. Allah razı olsun. Çox tərs, deməli bu verilişə baxanda o birisi verilişdən keçdiyimiz səbəbini başa düşəcəksiniz. Bəlkə də bu o veriliş bundan qabaq yayımlanacaq. Səbəbi çox gec başa düşəcəksiniz. Dəvətiniz üçün minnətdaram. Verilişiniz uğurlu olsun. Verilişinizin adı öncə dedim çox xoşuma gəldi. Verilişin özü də adına uyğun, çox gözəldir. Çox istəyirəm ki, bu səfkidə verilişlər çox olsun. Həqiqətən sənət yaşamalıdır. Zaten bizdir, bizsiz yaşayacaq. Bu milyon illərdir, min illərdir belə var. Sizə sağ olun ki, qatqınız var. Çox sağ olun, bizə sizə təşəkkür edirik. Diqqətinizə çatdırmaq istəyirəm ki, Səhnə Damın verilişinin qonağı öz sadəliyi ilə seçilən Elmətdin Cəfərov idi. Çox təqdimatı etməyəcəm, çünki bilirəm ki, onu istəmir. Ona görə də bir daha sizə gəldiyinizə görə minnətdaram və tamaşaçılar sizdən yəni səhnədə olmağınızı hər zaman istəyir. İnşallah davamlı olar.